Salam dostlar, necəsiz? Nə var, nə yox? Mən də göyərti təmizləyirəm əlimdə, amma əslində bu videonu çəkməkdə məqsədim göyərtiləri və həm göyərtiləri, həm də meyvələri necə yuyuram, onu sizə göstərmək istəyirəm. Orqanik məhsullarla necə yuyuram, orqanik bitkilərdən hazırlanmış vasitələrlə, təmizlik vasitələri ilə necə yuyuram həm göyərtiləri, həm meyvələri. Bunu göstərmək istəyirəm sizə. İndi hal-hazırda əlimdə atlayıram. Göyərtilərin yəni lazımsız yerlərini, xarab yerlərini təmizləyirəm. Mən göyləri var, bir belə. Çünki göyərtiyə qarşı çox həssasam. Bəzən göylərin içərisində gözə görsənməyən həm tüklər, parazitlər, yəni çox olur. Çünki bu göyərti elə bir şeydir ki, aralarına dolur və o görsənmir. Onu da mən, məsələn, yemək yeyəndə əgər ağzımdan tük çıxsa və yaxud da xoşa gəlməyən nəsə çıxsa, mən qəti surətdə, yəni iyrəndiyim bir şeydir. Mən göyərti təmizləyəndə çox həssaslıqla təmizləyirəm. Tərtəmiz onun arasını, hamısını, bütün o sarı yerlərini, yəni xoşuma gəlməyən yerləri hamısını ayırıram və diqqətlə aralarına baxıram ki, tük olmasın. Bir mahnı mənim qarşıma çıxıbdı. Türk mahnısıdır, amma əslində bunlar qaraçı millətidir, səhv etmirəmsə. Qaraçılar Azərbaycanda qaraçı deyirlər, amma Türkiyədə bunlara səhv etmirəmsə bunlar eyni millət sayılır. Yəni bizdə qaraçıdır, onlarda ramanı deyirlər. Ramanı mı? Diqqət edən mahnıları var. Ranga, Ranga, ikiyüzlüler sizi. Ranga, çirkemezler bizi. Ranga, sizi çirkinler sizi. Əvvəlcə meyvələri yuyacam amma. Ranga. Ballı kaymağım, sen bir harikasın. Kırmızı halı sersem Oscar alırsın. Ballı kaymağım, sen bir harikasın. Kırmızı halı sersem Oscar alırsın. Ben sana aşık, sen bana hayran. Aklımı başımdan aldın, sen çok fenasın. Ben sana aşık, sen bana hayran. Aklımı başımdan aldın, sen çok fenasın. Ablan star bebeğim. Birinci meyvələri yuyacam. Dur bir sinek çekeyim. Ablan star bebeğim. Dur bir selfie çekelim. El alemin gözü bizde, kıskançlık krizinde. Dur bir sinek çekelim. Bunları qoyuruq əvvəlcə. Bax, bu damla konsantre. Bu məhsulun içərisi Rita bitkisidir. Rita bitkisindən əldə olub. Rita bitkisindən hazırlanır. Suyuna da tökdüm. Belə direkt meyvənin üstünə də püskürdük bu şəkildə. Çünki meyvələrin üstündə mütləq kir olur. Bakteriyalar olur və onları mən əvvəllər qap şampunu ilə yuyurdum. Amma məcbur idim qap şampunu ilə yumağa. Çünki əlimdə olan vasitə o idi evdə. Ona görə də qap şampunu ilə yuyurdum. Amma o çox zərərli bir şeydir. Yəni qap şampunu ilə yumaq məcbur qalıb yumuşuq, amma çox zərərli bir şeydir. Kimyasal amma qap şampunu ilə. Məsələn, Ersağın bu qap şampunu da bitkisəldir, Rita bitkisindən əldə olunub. Bununla da yuya bilərəm. Bu da orqanik olduğuna görə heç bir zərəri yoxdur. İçərisində kimyasal yoxdur. Bu da yenə bitkidən hazırlanıb. Yəni Ersağın bütün təmizlik vasitələri hamısı bitkidən hazırlanıb. Hansı ki Rita bitkisindən. O məşhur dillərə dastan Rita bitkisindən. Həm egzema, sədər, bilirsiniz ki, egzema xəstələri dostlar. Egzema xəstələri çox ciddi bunun yəni həm psixoloji, həm fiziki travmalarını yaşayırlar. Çünki bədəni su qəti surətdə, əllərə qəti surətdə olmaz. Qəti surətdə olmaz. Əlcə ilə bu insanlar. Həkim də deyir ki, ancaq sən əlcəkdən istifadə edə bilərsən. Amma Ersağın vasitələri ilə rahat bir şəkildə, çox rahat bir şəkildə bu məhsullardan əlcəksiz şəkildə istifadə edə bilərsiniz. Hətta əllərdə olan yaralar ki var, egzama yaraları, onları belə təmizləyir. Bunu bu şəkildə saxlaya da bilərəm.
bu şəkildə saxlayıram. Əgər vaxtım yoxdursa, tez yumalıyamsa əlimlə oluştura bilərəm. Amma suyun içərisində saxlaya bilərsiniz və o bütün onun üstündə olan mikrobları, kirləri hamısını təmizləyəcək, dezinfeksiya eləyəcək. Bax belə. İndi mən bunun suyunu buraxacağım. Suda göyərtilərin içərisindəki bakteriyaları, kirləri, qumları, böcəkləri, qurtları təmizləmək üçün. O qurtlar təmizlənsin. Düşdü. Harikasın. Sen bir harikasın. Kırmızı halı saysan Oscar alırsın. Alışırım sen bana harika. Ballı kaymağım sen bir harikasın. Kırmızı halı sersem Oscar alırsın. Ben sana aşık, sen bana hayran. Aklımı başımdan aldın, sen çok fenasın. Ben sana aşık, sen bana hayran. Aklımı başımdan aldın, sen çok fenasın. Ablan star bebeğim, dur bir sen. Başım ağrıyor, Kırmızı. canım mı sıkıldı? Kırmızı. Kalbimde sancıdı. Süresin bol bol. Havası kreminin süresi bol bol. Havası kreminin süresi bol bol. Dayanamıyor soktu kremini sür. Sevgilimi laf soktu kremini sür. Canım mı sıkıldı kremini sür. Sür sür kremini sür. Sür sür kremini sür. Ballı kaymağım sen bir harikasın. Kırmızı halı sersem Oscar. Bütün ağrılarımızı, baş ağrısı, diş ağrısı, oynak ağrıları, qaynana laf soktu, mahnıda dediği kimi. Qaynananız söz atsa, yoldaşınız, qonşularınız sizə söz attı, atıyorum. O zaman Elsağın kremini sürürsünüz, bütün problemleriniz yok olur. Bak belə mənim kimi. Boynunuza da sürə bilərsiniz. Boğaz ağrılarını çok güzel. Grip, öskürək, boğaz ağrıları, diş ağrısı süper bir şeydir. Dedim, kalite marka fabrikadan kavga. Elimi yuyum. Elimde çünkü krem vurdum elime. Hayvan, sen bir harikasın. Kırmızı halı sersen Oscar alırsın. Böyle 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 böyle. Harikaydım. Sen bir harikasın. Kırmızı halı sersen Oscar alırsın. Sen bir harikasın. Kırmızı halı sersen Oscar alırsın. Duyakımızı yuduk. Meyvelerimizi yuduk. Şimdi meyveleri neyleri silerik. Ya salfetkayla silerim. Dünyadaki ne diyorlar buna? Bunlar yadımdan çıktı. Neyse işte bunu. Stekan siler. Stekanları silerik bunu aslında. Silirdiler. Evveller. Ben ama meyvelerde silerim. Böyle silerim. Bir yıkıram. Oynuyorum da bir şey. Bu hoşum gelir. Çok böyle. Çok böyle. Yorumlarda yazın görək dostlar, siz necə edirsiniz? Siz öz meyvelərinizi necə yiyorsunuz? Burada meyve çok oldu. Bunlar xaladenika gedəcək. Burada portakal kaldı. Altta bir tane portakal var. Koyalım böyle işte. Böyle. Necə?